Herkese salam. Bu video playlistin 5-ci videosudur və kimya haqqında olacaq. Kimyadan necə sıfırdan 100-ə addım-addım çıxmalı olduğumuz haqqında danışacağam. Bu video həm birinci qruplara, həm də dördüncü qruplara xitab edir. Axırına qədər baxmağınızı tövsiyə edirəm. Sadəcə yenə video keçməmişdən əvvəl həmişə kimi bir məlumat verim. Bu ümumiyyətlə YouTube-da kimya haqqında biraz məlumat kirliliyi var. Hətta heç məlumatlar da çox qısıtlıdır. Bəzi müəllimlər deyir ki, ancaq məndən hazırlaşmalısınız. Bəzi şagirdlər müəllimləri reklam edirlər ki, xüsusən bununla hazırlaşmasaz olmaz, bla bla bla. Bu video onları qıracaq. Yəni o algıları qıra biləcək tipdə bir videodur. Konuş artık. 3.37 alacağım. Nerede bulabilirim? Allah insanları ne için yarattı? Sen kafayı yemişsin abi. Sadəcə bu videoda dediklərimi eləməyə çalışın, yaxşı bir nəticə alasınız. Artığına ehtiyac yoxdur, əlavə pul tökməyə də ehtiyac yoxdur məncə. Çox uzatmadan başlayayım. Birinci qrup kimyası haqqında çox qısa bir məlumat verim. 4 çünki biraz genişdim. Birinci qrup kimyası çox bəsitdir. Çox asandır, həddindən artıq asandır, həqiqətən. Hətta populyar olmayan bir fikir də verim. Birinci qrup fənləri arasında ən asan bal ala biləcəyiniz, ən qısa sürədə hazırlaşa biləcəyiniz fən kimyadır. Kimyada nə qarmalısınız? Baxın, mən 3 addımda deyirəm. Mövzunu öyrən, toplu işdə, qəbul işdə. Gedib 100 balla yazarsan birinci qrupdan. Vəsiyo. Nə OTK-ya, nə 20 sınağa, nə ona buna, nə modelə, nə güvənə falan heç nə ehtiyac yoxdur. Okay? Mövzunu öyrən. Bax, heç mövzunun dərinliyini öyrənməyinə də ehtiyac yoxdur. Səthi bil mövzunu. Toplu işdə hamısını işləməyinə ehtiyac yoxdur. Səthi sualları işdə, çətinlər girmə, 2-3 mərhələlər girmə. Qəbullar işdə, 2019-dan bəri olan qəbullar işdə. Vəsiyo. Gedib yazasan birinci qrupda. Okay, bu qədər. Amma yenə də mən bunlar haqqında ətraflı məlumat verəcəm. Bu qısa bir giriş idi. Birinci qrup kimyası bu qədər bəsitdir. O birisi videolara baxmısınızsa, bilirsiniz ki, mərhələ-mərhələ, addım-addım gedirik biz bu videolarda. İlk mərhələ nədir? İlk mərhələ mövzu izahıdır. Mövzunu öyrənmək lazımdır. Yəni, əgər bir şey bacarmaq istəyirsə, 30 sual yazmaq istəyirsə, 30 sualın əhatə elədiyi mövzuları bilməliyik. Yaxşı, o bir videolarda olduğu kimi. Mən sizə 4 versiya verirəm. Məktəb müəlliminizdən öyrənə bilərsiniz hər hansı mövzunu. Hazırlıq müəlliminiz ki, çox uşaq hazırlığa gedir. Okay, amma hazırlıqsız da olar dediyim kimi. YouTube ya da bir qayda kitab. 4 versiyamız var. Mənim tövsiyəm nədir? Bu dəfə bir fərqlilik eləyirəm. Mənim tövsiyəm bu dəfə YouTube və qayda kitabının paralel aparmağıdır. İkisindən biri olmasa, məncə kimya biraz əskik qalacaq. Həm birlər üçün, həm dördlər üçün. Birlər üçün çox qalmaz, amma dördlər üçün qalacaq. İlk öncə. Baxın, dediyim kimi bu versiyalardan 4 versiyanı istədiyinizi seçə bilərsiniz, istədiyiniz də irəliləyə bilərsiniz. Hətta 4-ünlə birlikdə də irəliləyə bilərsiniz. Buna heç kim heç nə deyə bilməz. Okay, vaxtınız varsa eləyin. Mən versiyam YouTube. Yaxşı, YouTube-dan hansı müəllimi tövsiyə edirsən desəm, Şəmsdən Mahmudlu. Reklam ya da sponsor falan deyil. Sadəcə mən onunla irəliləmişəm, ona görə deyirəm. Şəmsdən Mahmudlu. Yaxşı, niyə görə Şəmsdən Mahmudlu? Baxın, bu adam həqiqətən YouTube Azərbaycanda, daha doğrusu təhsil sektorunda bu adamın üzərinə bir müəllim yoxdur. Baxın, təcrübə cəhətdən də, məncə professional cəhətdən də. Niyə görə? Həqiqətən qəşəng müəllimlər var kimyada, YouTube-da izah edənlər. Mən də sevərək izlədiklərim var. Amma niyə görə Şəmsdən Mahmudu seçirəm? Baxın, bütün qəbul suallar demək olar ki, ovcunuz kimi bilir. Nətər bilir, hardan bilirəm bunu? Baxın, bir sual izah eləyir, məsələn də əlaqəsiz bir sualdır, topludan bir sualdır. Deyir ki, bu sual filan ildə qəbula düşüb və bunu test eləyir. Filan ildə bu qəbula düşüb, buna diqqət edin. Birinci qruplar burada filan şeyə diqqət edin. Dördüncü qruplar bu sizə daha çox düşür. Birinci qruplar buna baxmağınıza ehtiyac yoxdur, bu həmişə 4-lərə düşür. Beyninizi yormayın deyir. Bu tip şeylər çox önəmlidir. Həqiqətən də önəmlidir. Çünki belə deyim də, YouTube-dan irəliləmək istəyirsinizsə, həqiqətən təcrübəli müəllimlə getməlisiniz. Çünki vaxtımızı alır bu bizim. Vaxtımızı buna sərf eləyirik. Həqiqətən də mən professional müəllimlə irəliləmək istəyərdim. O da həqiqətən Şəmsdən Mahmuddur. Yəni YouTube videoları bəhs eləyir ki, tək YouTube videoları, yəni pulsuz, parasız. Bəhs eləyir ki, siz yaxşı bir nəticə əldə edəsiniz. Və mövzu izahları həqiqətən çox professionalcadır. Niyə görə mövzu izahlarını da buradan tövsiyə eləyirəm? Baxın. Bir mövzu izah eləyir. Böyük bir mövzudur, həqiqətən geniş mövzudur və çətinlik, tələbələrin daha çox çətinlik çəkdiyi mövzulardır. Sadəcə bunu bəsitdən alır və çox təcrübəli müəllim olduğu üçün şagirdlərin harda çətinlik çəkəcəyini başa düşür.
Bilir. Çünki görüb də. Bu deyək ki 15 ildə müəllim də 15 ildə uşaqlar harda çətinlik çəkdiyini bilir. Və aydındır ki 16-cı ildə hazırlaşan sən də bunu burada çətinlik çəkəsən və sənin oranı xüsusi vurğulayır və necə daha yaxşı yadında saxlayacağını deyir. Bu da önəmli bir şeydir. Ayrıca bir sual izah edir. Deyir ki, birinci qruplar buna diqqət edin. Bu sizə hər il qəbula düşür. 4-lərə deyir 4-lər. Buna diqqət edin. Bu da sizə hər il qəbula düşür. Əlavə olaraq Şəmsə Mahmudludan bir iki şey demək istəyirəm ki, qəbul sualları playlisti var. 2008-dən 2024-ə qədər. Yəni yəqin ki, bu il 2025-də ora qatacaq. 2025-ə qədər olan bütün qəbul sualları mövzu ayırıb və video izahını çəkir. Onlayn dərsdədir, ekran kaydaları çəkir. Amma həqiqətən keyfiyyətlidir. Niyə görə? Baxın, 2008-dən 2025-ə qədər bu tərzdə düşüb suallarda. Aydın ki 2026-da da belə bir şey düşəcək. Çünki birdən-birə heç kim tipi dəyişmir, sual tipi dəyişmir. Ya da ki özlərindən sual yaradıb ora atmırlar, okey? Ata bilərlərmi? Ata bilərlər. Amma bu böyük bir şanssızlıq olar və biz özümüzü həmişə şanssızlıqlara qarşı hazırlamamalıyıq. Şanslı versiyasına hazırlaşaq, sonra şanssız versiyasına da hazırlaşarıq. Şanslı versiyasına da hazırlaşırsınız. Bu playlistlərdəki məncə bütün videolara baxın. Mövzumuza. Məsələn deyirəm azot və nitratdır. İkisi bir şey. İndiyə kimi 2008-dən 2025-ə qədər düşmüş suallardır. Bu tip suallar düşüb və bunları izah edirəm mən. Bunları dərk edirsən, get tutda götürüb izahına baxırsan, okey? 2026-da da o suallardan birinin oxşarı düşəcək. Buna əmin ol. Əmin ol ki, belə düşəcək birinci qrupada. Birinci qrupa. Dördüncü qrupada hardasa elə bir şey düşəcək. Çünki birdən-birə ora yeni sual yaradıb salmırlar. Uzaqbaşı bəzi dəyişiklik eləyirlər bəzi suallarda və ora salırlar. O da biraz əl alışqanlığına yatır da belə deyim. Əl alışqanlığı olmalı kimyada. Birlərə bəlkə ehtiyac yoxdur, amma dördlərə həqiqətən əl alışqanlığına ehtiyac var. Yəni kimyanın itisi olmalısınız. Kimyanın itisi olmazsa, mən düzdür çox kimya sevən biri olmamışam. Amma dördlər həqiqətən də kimyanın itisi olmalıdır. Nə tapılar işləməlidirlər belə deyim. Amma dimə aid təbii ki. Yəni OTK-dır, 20 sınaqdır, modeldir, qəbullardır işləməli. Yəni güvəndir falan fistan işləmir. Biri yazıb C2 səviyyə güvən nifrəti ingilis dili videosunun altına. Həqiqətən elə deyil, amma ona oxşar bir şeydir. Sonra güvən mən məhkəməyə falan verər, yəni ehtiyac yoxdur. Yaxşı, mövzu izahına baxdım Şəmsə Mahmudludan. Şəmsə Mahmuda baxmaq istəmirsiniz, Fəxrəndə Aqilzadə var. Həqiqətən o da keyfiyyətli mövzular verir. Biraz 1 ilə 4-ü ayırmır. Konkret deyir. Şimdi bunlar 4-lər daha çox düşür falan deyir. Amma biraz nətər deyim, qəribədir. Amma yenə də tövsiyə edirəm. Həqiqətən də əla videolar var. Sonra Mir Abdullah müəllimdə kimya var. 3 ildir video atmır düzdür, ya da 2 ildir bilmirəm. Amma onun da keyfiyyətli izahları var. Təbii ki, kompakt bir kanal deyil. Onlayn dərslərinə ekran kayıtları atır, amma bəzi mövzular izahları həqiqətən yaxşı verilib. Onu da tövsiyə eləyərəm. Deyək ki, baxdım, qurtardım mövzu izahına. Qeydlərimi də tutdum. Sonra nə qıracam? Hələ mövzu izahını tam öyrənməmisiniz məndə. Çünki bəzi nüanslar var ki, orada müəllimlər demir yadlarından çıxır falan fistan. Bunun qarşısını almaq üçün biz bir də nəzəriyyə kitabından oxumalıyıq. Yaxşı, hansı nəzəriyyə kitabını tövsiyə edirsən desən, Dimin Landau School-la işbirliyi ilə çıxartdığı bir kitabı var. Yəni Dimin vəsaitidir, öz vəsaitidir. 2020-dən 25-ə qədər istənilən kitabı ala bilərsiniz. İndi getsəz 2025-26-da çıxacaq yəqin ki. Onu alın. Başlayın oxumağa. Zaten eyni şeydir. Yəni içərik dəyişməyib. Sadəcə eyni şeydir. Başlayın onu oxumağa. Yəni bir mövzu deyək ki, yenə deyirəm, azotu nümunə verirəm. Azotu baxdınız, öyrəndiniz. Yəni öyrəndiniz dediyim video izahına baxdınız. Açın Landau School kitabından oxuyun. Düzdür, reaksiyaları nəsə öyrənmək lazımdır. Bu heç. Bu haqqda məlumat verəcəm. Amma nəzəri bilgiləri həqiqətən özünüzə danışa-danışa öyrənin. Feynman texnikası, riyaziyyat videosuna dediyim kimi baxmamızsa girin riyaziyyat videosuna baxın. Öz-özünə başa salın. Biri varmış kimi qarşınızda öz-özünə danışın o nəzəri məlumatları və getdikcə beyninizdə həkk olacaq. Buna əminəm. Yaxşı, reaksiyaları nəsə öyrənim. Mən reaksiya öyrənə bilmirəm, bla bla bla. Deyək ki, benzol-dasınız. Baxın. Benzol üstünə yazsa 3 mol H2O. Nə əmələ gəlir? Heksan. Hə? Heksan. Buraya yazın. İlk özü benzol üstünə yazsa 3 mol H2O. Okay? Qoyun sual işarəti qoyun bura. Baxdım, mən benzolu oxumuşam. Reaksiyalarını deyirəm ki, bildiyimi iddia edirəm. Baxıram benzol üstünə yazsa 3 mol H2O, sual işarəti. Bu nədir? Ha, birbaşa ağlımda gəlir ki, heksan. Deyirəm heksan. Çevirib baxıram. Görürəm ha, heksandır. Okay, heksanca pisiyor. Mən bu reaksiyanı bilirəm. Yox, mən tapa bilmədimsə, baxıram görürəm ha, heksandır. Öyrənmiş oldum. Öyrənib öyrənmədiyimi də yoxlamaq üçün qoyuram bunu qırağa. 5-10 reaksiyadan sonra buna təzədən qayıdıram. Tapa bilirəmsə heksan olduğunu deməli bunu öyrənmişəm. Bir də tapa bilmirəmsə bir də 5-10 reaksiyadan sonra buna qayıdacam. Və reaksiyanı belə öyrənin.
Kiçik kağızlarla öyrənin. Nə bilim 1000 dənə evdə balaca kağızınız olsun, hamısında yazın. Rəngli kağızlar yox ha. Dəftərinizdə fancırın rəngli kağızları pul çatdırmaq olmaz. Belə yazın. Всё. Reaksiyada belə öyrənilməlidir. Hə, reaksiyanı nətər tətbiq eləyəcəm topluya falan fistan, o artıq biraz təcrübə işidir və o haqqda da danışacağam. Keçək əsas nüansa. Mövzu işin həll elədim. Bilirəm mən bu mövzunu. Testdə hardan işləməliyəm? Mövzunu bilirəm. Testi həmişəki kimi, bütün fənlərdə olduğu kimi ilk öncə topludan başlayırıq. Toplu üçün biraz fərqli tövsiyələr verəcəm birinci və dördüncü qruplara. Nətər tövsiyələr? Baxın, dördüncü qruplar üçün danışıram birinci. Bütün sualları işləyin topludan. Bütün suallar birinci sualdan ən axırıncı suala qədər, ən incə detayına qədər işləyin. Və bir şey də tövsiyə verim ayrıca. Dördüncü qruplar bunu xüsusi eləsin. Ümumiyyətlə bütün qruplar eləməlidir, bunu bütün fənlərdə eləməlidir. Amma indi kimya videosu olduğu üçün kimyada deyirəm. Bir qapalı sualdır deyək ki, işlədiniz. Biz düz cavabı tapdınız. Cavab A variantı deyək ki. B niyə deyil, C niyə deyil, D niyə deyil, Y niyə deyil. Bu 4 variantın niyə səhv olduğunu bilməsəz, professionallaşmayasınız heç bir fəndə. Yəni baxan kimi yazacağım söhbəti olmayacaq. O 4 variantın niyə görə səhv olduğunu bilməlisən. Yaxşı deyirsən ki, niyə görə bilməliyəm də? Bax, bu sizə əlavə məlumat qatacağından ziyadə bunu qoyuram qırağa. B variantın sual şərtini dəyişdilər, sual düzdür, yox, hansı səhvdir. Gətir B variantını atdılar ora. Və sən o sualda sadəcə düz cavabı tapmağa fokuslandığın üçün səhv cavabı tapanda biraz afallaya bilərsən, biraz vaxt itirə bilərsən. Bəlkə yenə də taparsan imtahanda, amma vaxt itirərsən. Okey, biz vaxtla yarışırıq burada. Həqiqətən 4-cü qrupda vaxt çatdırmaq da böyük bir problemdir məncə. Elə birdə də elədir, yəni bütün fənlərdə elədir. Okey. Onun üçün niyə səhv olduğunu bilin. Baxın, bunu fizikada da eləyin, riyaziyyatda da eləyin, Azərbaycan dilində də eləyin, hamısında eləyin. Bütün fənlərdə bunu eləmək lazımdır. Siz eləyin faydasını görərsiniz. Yəni mən burada faydalarını saya bilməyəcəm. Eləyin, təsirini görərsiniz. Eləyin, 4-cü qruplar. Bir sual belə boşlamayın. Bütün suallara baxın. Kimya əliniz alışmalıdır sizin. Kimya göz bağlı yazmalısınız, belə deyim. Bu qədər. İndi keçək birinci qruplar. Birinci qruplar toplumda işləməlidir. Birinci qrupların mövzunu bildi. Heç çox professional bilməklərinə ehtiyac yoxdur. Oxuyun, sadəcə bilin, məlumatınız olsun. Reaksiyaları qəşəng bilin. Amma bəzi reaksiyalar var ki, 4-cü qrup səviyyəsində. Onlar bilməyə də ehtiyac yoxdur. Ümid edirəm ki, onları tutarsınız ya da ki, soruşarsınız müəllimimizdən falan ki, birinci qrup reaksiyaları əsas hansılardır. Okay, zaten qəbul işləyəndə də onları görərsiniz. O başqa məsələ. Birinci qruplar toplumun nətər işləməlidir? Birinci qruplar axırıncı suallara girməyin. Baxın. Əsas tövsiyəm nədir birinci qruplara? Gördüyünüz bir sual 2-3 mərhələlidir. Yəni səndən bir şey istəyir. Sonra deyir oradan alınan reaksiya ilə bir şeyi də sal reaksiya. Sonra ondan da birini al. Sonra oradan tənasib qur bla bla bla. O sualı yazmayın. Başını buraxın. Heç vaxt sərf eləməyin. Ondan sonra gedin fizika işləyin ondan sonra. Gedin blokun riyaziyyatını işləyin. Daha çox şey qazandırar sizə. Niyə görə? Çünki baxın, birinci qrup qəbullarını işləyəndən sonra görərsiniz ki, həqiqətən də o topluddakı o çətin sualların birinci qrupla əlaqəsi yoxdur. Toplunun ən asan sualları demək olar ki, ən səthi sualları düşür qəbula, birinci qrupun qəbuluna. Onun üçün deyirəm, birinci qrupun qəbulundan bal almaq çox asandır. Yəni ən az vaxt sərf edərək ən çox bal ala biləcəyiniz fəndir birinci qrupun kimyası. Yenə deyirəm, toplunun səthi suallarını işləyin. 1-2 dənə çətin sualını işləyin ki, marağa, okey? Amma çox 3-3 mərhələli suallar, 4-cü qrup suallarına girməyin. Okey? Bu qədər. Yəni eycə hansısa girin işləyin. Mən lap çətin hazırlaşıram. Valla düşməyəcək. Qardaş, çətin düşməyəcək birinci qrupa. Bundan bəlkə 5 il sonra da düşməyəcək çətin. Düşmür də düşmür. Mən nə qarım düşmür. 4-cü qrupa düşür, birinci qrupa düşmür. Gəlin birinci qrupu toparlayaq. Birinci qrupda nə qarmaq lazımdır? Mövzunu öyrəndin, toplunu işlədin. Всё. Bir də qəbullar. 2019-dan 2025-ə qədər olan bütün qəbulları işləyin. Artıq o qəbullar bir-birini təkrardır. Eyni suallar düşür. Konkret yığırlar, oradan buradan yığırlar qəbullardan. 2019-dan bir 30 sual əmələ gətirib 2026-da da sizə 10 salacaqlar. Başa düşdünüz? O qəbulları professional şəkildə, həqiqətən diqqətli şəkildə oturub işləyib analiz edəndən sonra siz çox şey yaza bilərsiniz. 100 bal belə yaza bilərsiniz. O qədər kimyanız güclü olmamağına rəğmən. Yaza bilərsiniz ki, sual tipi ilə işləyirlər birinci qrupda. 4-də elə deyil, amma 1-də elədir. Okay? Artıq birdə sizin nə 20 sınaq işləməyinizə, nə OTK işləməyinizə, nə model testi işləməyinizə, nə bilim güvəndi, hədəfdi, kaspidi heç nə işləməyinizə ehtiyac yoxdur. Bir dənə toplunun səthi suallarına baxın, toplun işləyin də, həqiqətən işləyin. Yəni keyfiyyətli işləyin. Çətin suallara girməyin, amma asan suallar, orta suallar işləyin, okey? Sonra nədir? Qəbullar. Qəbullar da işləyin, həqiqətən keyfiyyətli işləyin. İşləyib bitirəndən sonra sizə bir tövsiyəm. Şəmsdən Mahmudlu bütün qəbul suallarını, yəni qəbul dediyim 2019-da 25-ə qədər bütün qəbulları işləyib. İşləyib dediyim videosunu çəkib.
qısa yolları göstərir, nətər deyim, bəzi reaksiyalar tez-tez yazdığı üçün bunların çox gözə batdığını göstərir. Bəzi şeylər göstərdiyi üçün qəbul işləyəndən sonra açın bir film izləyər kimi də, yəni artıq siz bunu işləmisiniz, bilirsiniz. Açın Şəmsdən Mahmudlunun izahına baxın və qeydlərinizi tutun. Film professional bir müəllim bu sualları nətər işləyir, buna baxın. Özünüzü ona oxşatmağa çalışın. Taklid eləyin. Taklid elədiyinizdə görərsiniz ki, həqiqətən siz kimyada yaxşı bir yerə gəlirsiniz. Yaxşı, birinci qrup bu qədər. Всё, qəbul işləyin, gedib yazasınız imtahanda. İnanın mənə yazasınız. Həqiqətən yazasınız. Biraz da bu kafa işləyirsə, gedib yazasınız, 100 də yazasınız. Diqqətsizliyiniz olmasa yazasınız. Всё. Yaxşı. Keçək 4-cü qrupa. 4-cü qrupda biraz işlər qəlizdir. Dediyim kimi toplu bütün işlənməlidir. Okay? Bütün işləyin, sualsız qalmayın. Artıq toplu bitəndən sonra sizin müəyyən bir kimya alışkanlığınız olacaq, əl alışkanlığınız yaranacaq. Amma bir şey də deyim ki, çalışın toplu ilə paralel 20 sınağın mövzu sınaqlarını bitirin. Okay? Məsələn, müəyyən mövzunu topludan bitirdiniz, həmin mövzuya uyğun 20 sınaqdakı mövzu sınağını işləyin. Yəni işləyin. Sizə bir ziyanı yoxdur. Hətta vaxtınız varsa birinci qrupun üçün də işləyin. Yəni heç bir ziyanı yoxdur. Amma ilk öncə 4 öz qrupunuzun üçün işləyin, okay? Onunla paralel model testlərin mövzu yığılmış PDF-ləri vardı. Məsələn, deyək ki, alkadenlər, bir də ki, alkinlər. Bunların müəyyən bir PDF-i var, model test. İndiyə kimi düşmüş, bunlardan düşmüş model testlərdir. Onlar da işləyin, yəni mövzu irəlilədikcə işləyin onlarda ki, yenə deyirəm, əl alışkanlığınız yaransın və model testlərdən gətirib qəbula sala bilərlər. Heç kim bilə bilməz. Hamısı dimin vəsaitidir. 4-cü qrup biraz risklidir. Okay, onlar da bitdi. Artıq 20 sınağın ümumi sınaqlarını keçin. Birinci qruplar özlərin qəbul suallarını yoxlaya bilərlər. 30 suala alışmaq üçün də. Yəni tək toplu işləmək kifayət deyil ki, siz gedib 30 yazasınız. Toplunu çox super biləsiniz. Yenə də 30 sual görəndə təntiyəsiz. Niyə görə? Çünki 30 sual bir arada görməmisiniz. Kimya proqramı genişdir. Birinci mövzu ilə axırıncı mövzu arasında dağlar qədər fərq varsa və iki sualı yan-yana görəndə məlumatlar itir, qarışır, qəribə olur. Onun üçün qəbul işlənməlidir. Amma birbaşa 4-cü qruplar qəbula keçməsin. 20 sınağın ümumi sınaqlarını işləyin. Özünüzü çətinlə yoxlayın 4-cü qruplar. Özünüzü çətinlə yoxlayın. Yoxlayın, səhvlərinizə baxın, analiz eləyin, işarələyin. Bir ay sonra qayıdın o suallara, okay? Bu heç. Qəbullar da işləyin. Qəbulları çalışıb bitirin. Bitirin, hətta vaxtınız olsa qəbulların üstündən 2 dəfə gedin. Birinci qruplara aid deyil, amma 4-cü qruplar 2 dəfə getsə yaxşı olar. Okay? Mən kimyada OTK-nın qəbulla çox bir əlaqəsi olduğunu düşünmürəm. Amma yenə də vaxtınız varsa işləyin. OTK-larda işləyin, onlayn OTK-larda, yəni daha doğrusu. Qrup verəcəyim tövsiyələr bu qədərdir. Amma əlavədən bəzi tövsiyələr verirəm ki, bəzən kimya yorucu olur. Həqiqətən yorucu olur. Tənasüb qura bilmirsiniz. İlkin riyazi məlumatlarınız o qədər zor ki, yəni tənasüb qurma bacarığınız belə olmur. Riyaziyyatınız zəif olur. Girirsiniz kimya deyirsiniz ki, mən kimyayı yaza bilmirəm, yazamayacağam. Tənasübü qura bilmirəm. Yəni tövsiyəm odur ki, biraz tənasüb bacarığınız olsun. Nisbətləmə bacarığınız olsun. Biraz məntiqi gediş eləyə bilmə bacarığınız olsun ki, kimyaya girəndə çətinlik çəkməyəsiniz. Bunu nətər inkişaf edərsiniz? Elətdirərsiniz. Açın riyaziyyat toplusundan faiz nisbət tənasübü oturun işləyin. İşləyin izahlarına baxın. Biraz onu özünüzdə oturtdurun. Onu həzm eləyin. Həzm eləyəndən sonra keçin kimyaya. Məncə bu vacib bir şeydir. Yəni düzdür, çox ciddi alınmır. Deyirlər ki, belə kimya içində öyrənərəm. Amma bəzən öyrənə bilməyəndə uşaqların modu düşür. Modu düşəndən sonra deyirlər ki, kimya mənlikdir. Yenə deyirəm, gedib 35-40 bal yığaram. Yox, halbuki o uşağın 80-90 bal, 100 bal yığma potensialı var idi. O hayf oldu. Okay? Onun üçün deyirəm, bəzi şeyləri diqqət almaq lazımdır. Düz yorucu olur kimya bəzən. Xüsusən 4-cü qrupun kimyası yorucu olur. Yaza bilməyənlər olur. Ətrafımda da var idi. Amma nəticədə bacardılar. Yəni 4-cü qrup birinin hədəfi tibb universitetidirsə, ora getmək asan deyil. Yəni asan da olsaydı hamı gedərdi, okay? Onun üçün bəzi şeyləri eləmək lazımdır. Birinci qruplar kef eləsinlər. Oxuyun, gedib yazasınız. Mənlikdir. Qalanı biraz da vaxt söhbətinə değinmək istəyirəm. Bəzi reaksiyalar düzdür. Fikirləşsən ki, bilirsən. Amma o qədər işlədmirsən ki, o reaksiyaları gətirib, yəni tam yadına düşmür. Bəlkə beynin dərinliyindən onu çıxardasan, amma çox vaxt gedəcək. Yəni imtahana düşür, ayda yadına salmaq istəyirsən bu reaksiya nətər idi. Yazırsan, pozursan, alınmır. Halbuki sən ərindiyindən test işləməmisən deyə o reaksiyanı işlətməmisən. Bilirsən amma işlətməmisən, get çıxır, bir də gördün vaxt qurtardı. Reaksiyanı yadına salana qədər. Onun üçün test işləyin, əliniz alışsın. Əl alışkanlığı sürət yaradır, sürət sizi çox qabağa atır. Bilib yaza bilməmək adamı yandıran bir şeydir. Yəni bibər bilməyəsən, deyirsən ki, cəhənnəmdə yazamadım. Amma bir də var ki, bilə-bilə yaza bilməmək pis bir şeydir. Buna qaçın.
Video bu qədər. Bəyəndinizsə like atmağı unutmayın. Abunə olun. Başım bu aralar biraz qarışıqdır. Onun üçün davamlı video ata bilmirdim. Bundan sonra atacağım, biraz yüngülləşdiyini düşünürəm. Okeydir. İki playlist duyurusu da eləyəcəm. Artıq videolarını çəkmişəm, hazırdır. Başlaya bilərik məncə. Nəysə, bəyəndinizsə like atın, bəyənmədisə dislike atın. Yenə deyirəm, abunə olmağı unutmayın, çünki daha keyfiyyətli içeriklər sizi gözləyir.